Niyə həmişə eyni tip insanları həyatımıza çəkirik? Münasibətlər üzərindən gedəcəyik, bu mövzunu dinləməyə dəyər. Bəli, doğrudur. Həyatınıza dönüb baxsaz, fikir versəz görəcəksiniz ki, daim eyni insanları həyatınıza çəkirsiniz. Bu nə deməkdir? Yəni, cismən dəyişir, görünüşsə dəyişir, xasiyyəti dəyişik ola bilər, amma eyni tip insan da demək olar ki, o sənin həyatına gəlir və sən eyni döngünü yaşayırsan. Bir müddətdən sonra əvvəlki həyatında olan insanların etdiyini o da sənə etməyə başlayır. Xəyanət yaşamısansa, sənin həyatına gəlir və sən artıq burada xəyanət yaşayırsan ondan. Və yaxud da ki, davalarla dolu olan bir münasibət keçirirsənsə ondan, həyatına gəlir və sən ondan yenə bir dava yaşayırsan və ayrılırsan. Yəni eyni döngünü yaşayırsan və artıq bezirsən. Nə oldu? Niyə mənim qarşıma çıxan insanlar bu cür insanlardır? Axı məndən nə istəyirlər? Mənim burada yanlışım nədir? Və daha sonra da özünə deyirsən ki, mən bədbəxtəm. Mənim həyatım belə gətirib, mənim taleyim belə yazılıb, mənim qismətim belə yazılıb. Kimi ifadələr işlədirsən. Amma bu yanlışdır. Əslində bunun yaxşı mənada səbəbkarı sənsən. Niyə sənsən? Mən sənə indi onu izah edəcəm. Belə bir münasibətlər yaşamağın səbəbi sən olduğu nəzərə alsaq, mən sənə indi bunu izah edirəm. Bax, həyatına gələn hər bir insan, fərqi yoxdur, kim olur olsun, istər dostun, istər padruqan, istər sevgili, həyat yoldaşı, partnyor, fərq eləmir. Kim olursa olsun, bizim həyatımıza heç biri boşuna gəlmir. Və bizim həyatımıza gəlməklə onlar bizə bir şeyləri izah eləməyə çalışırlar. İndi sual verəcəyiz ki, Rüfət bəy, nəyə izah edir bu bizə? Bu bizə nəyi öyrədir? Bax, məsələ də burasındadır. Siz o qədər həyatınızda özünüzün kontrolunda, nəzarətində olan məsələlərə diqqətinizi yönəldirsiniz ki, və hər şeyin ən yaxşı variantını sizin düşündüyünüzü fikirləşirsiniz və düşünürsünüz ki, tamam, bu adam mənim həyatıma gəldi, mən bundan daha çox xoşbəxt olacam, bundan bu cür olacam, bu cür olacam deyə fikirləşirsiniz. Amma bir müddət sonra görürsünüz ki, bu alınmır. Niyə? Çünki o adam sizin həyatınıza gəldi ki, sizə bir şeyləri öyrətsin. Tamam, nəyi öyrədə bilər? Məsələn, deyək ki, bir qadın heç vaxt atasından sevgi görməyib və atası ilə münasibətləri yaxşı deyil. Onun həyatına gələn qarşı tərəf cins ona atası ilə yarandığı, yaşadıqları o boşluqları göstərəcək. Çünki sən heç vaxt atandan o sevgini görməmisən və yaxud da ki, ata sənin bir başına sığal çəkməyib. Yəni, ata ilə aranızda sevgi münasibətləri yoxdur. Sən şuur altında bu qarşı cinsi ata yerinə qoyacaqsan. Və yaxud da ki, kişilər. Kişilər həyatlarına gələn qadına yaşadıkları problemlərə baxsalar görəcəklər ki, o ona öz anası ilə münasibətlərindəki olan boşluqları göstərir. Çünki bir kişinin həyatında ana sevgisi çox önəmlidir. Bir qadının da həyatında ata sevgisi çox önəmlidir. Yəni burada valideyn faktorları böyük rol oynayır. İndi sən nə etməlisən, necə yanaşmalısan? Sən belə olduğu təqdirdə həmin insandan uzaqlaşacaqsan və özünə bir daha şans verəcəksən. Yeni biri gələcək, tamam, gəldi, xoş gəlmisən. Yeni proseslər, bunu da buraxacaqsan, ağlayacaqsan, depressiyaya düşəcəksən, məni heç kim sevmir, mən sevgiyə layiq deyiləm. Kişilər xəyanətkardır və yaxud da kişi deyəcək ki, qadınlar xəyanətkardır, bu cür yanaşacaqlar. Amma halbuki sən bu döngünü bir kənara qoyub özünə bir sual versən ki, mən bu prosesləri niyə təkrar yaşayıram? Bu istər münasibətlər olsun, istər fərqli bir mövzu, fərqi yoxdur, bu hamısında eynidir. Sadəcə olaraq mən bu gün münasibətlər üzərindən gedirəm. Sən özə bu sualı verəndən sonra artıq cavab almalısan. Bəli, cavab almaq sizin üçün çətin olacaqmı? Bəli, çətin olacaq. Çünki yenə də deyirəm, sizin beyniniz nəzarətçi rejimində olduğu üçün hər şeyi nəzarət eləməyi seçirsiniz. Ona görə də bu gün cavabları ala bilməyəcəksiniz. Məsələn, siz bir mütəxəssisə müraciət etsəz ki, mənim həyatımda belə bir eyni döngülər var, deyək ki, münasibətlər üzərində mən nə etməliyəm? Avtomatik olaraq şuur altınızın dərin qatlarında yerləşən o səbəb tapıb üzə çıxacaq. Hər hansı aldığın bir travma, yaşadığın hadisələrdən dolayı sən bu gün onları yaşayırsan. Bəli, sənin orada almalı olduğun bir dərs var. Məsələn, bir adam gəldi sənin həyatına, qarşı cins sənə ata sevginin olmadığını, yəni ata ilə aranda sevgi bağlarının zəif olduğunu, şəfalanman lazım olduğunu, hər hansısa bir travmanın olduğunu əslində sənə göstərir. Və yaxud özgüvən əksiliyin, özdəyər, özünə dəyər verməmək kimi məsələlər və yaxud da özünü sevməmək kimi məsələləri sənə göstərə bilər. Tamam, göstərdi, lap əla. İndi sən bunu seans alaraq düzəltməlisən.
Şuur altındakı o inancıvı, yəni neqativ inancıvı, hansı ki travma almısan, şuur altıva kodlanıb, bu məsələni həll eləyəndən sonra artıq bu döngüdən çıxmış sayılırsan. Ki çıxırsan da və sənin həyatına gələn insanlar artıq bu cür insanlar olmayacaq. Bax, sən məsələn 9-cu mərtəbədə yaşayırsansa, qapını açanda qapı qonşunu görəcəksən. Sən bu gün 9-cu mərtəbədə yaşayırsan, amma gözün 1-ci mərtəbədədir. 9-cu mərtəbədə yaşayanları görmək belə istəmirsən. Çünki hələ sənin baxış bucağın o deyil. Sanki sən əllərini bu formada qoymusan, sağında, solunda nə olub bitdiyini görə bilmirsən. Sən bu əllərini buradan götürməlisən ki, sağı, solu görə biləsən. Siz həyatda nəyə fokuslanırsınızsa, onu da yaşayırsınız, onu da görəcəksiniz. Sən hal-hazırda mənə baxırsan, mənə fokuslanmısan və yaxud da ki, məsələn, ekrana çıxan hər hansısa bir yazı olsun, buna fokuslana bilərsən. Yəni sən nəyə fokuslansan, nəyə görmək istəyirsən, onu görəcəksən. Bu bir döngüdür. Məktəb oxuyursan. Əvvəllər məsələn necə idi? Deyək ki, 10-cu sinifi bitirirdin, 11-ci sinifə keçəndə və yaxud da gəlin belə danışaq ki, 11-ci sinifi oxuyursan, 11-ci sinifi 11 illik məktəbi bitirmək üçün bir attestat almalısan. Bəlkə də indi dəyişə bilər, mənim xəbərim yoxdur. Çünki uzun müddətdir mən məktəb bitirmişəm. 11-ci sinifi bitirəndə deyək ki, sən attestat alırsan. Attestatı almağın bu nəyin cavabıdır? Yəni mən 11 illik məktəbi bitirmişəm. Bunu almasan, sən 11 illik məktəbi bitirmiş sayılmırsan. Demək sən dərsini aldın, bitirdin. Universitetə qəbul olmaq üçün nə edirsən? İmtahan verirsən. İmtahanı keçdinsə, dərsini almış olursan və universitetə qəbul olursan. İmtahanı təzədən yenə bir də nə vaxt məsələn verirsən? Universiteti bitirəndə. Hər şey bu cürdür də. Sən imtahanı verirsən, dərsini keçdin, yeni bir mərhələyə keçirsən, levelə keçirsən. Bu qədər əslində sadədir məsələ. Yəni ağlamaq, sızıldamaq, bunlar çıxış yolu deyil. Bu hər hansı sənin bir əlavə levelə keçməyin deyil. Yəni bu gün sən gedib, var bu gün belə insanlar, hər hansısa bir deyək ki, dua yazdırmaq, nəsə eləməklə gedəni qaytarım, sevgilim olsun, nə bilim bir şam yandırım, nəsə bir şeylər olsun. Eləyə bilərsənmi? Bu artıq enerji məsələləridir. Eləyə bilərsən. Amma sən buranı dəyişmirsən axı. Elədin deyək ki, bir ritual elədin və yaxud da bir dua yazdırdın, gəldi. Tamam, yenidən sən o adamdan bir yerdə oldun. Amma bir müddət sonra yenidən əvvəlki vəziyyətə qayıdacaqsan. Yenidən sən eyni bax o dualara, o rituallara ehtiyac duyacaqsan. Burada da sən bir döngüdən çıxmamış, yeni bir döngü avtomatik yaratmış olursan. Keçirsən ritualın döngüsünə, keçirsən duanın döngüsünə. Ona görə əziz və dəyərli insanlar, ilk öncə, əvvəldən sən hansı döngünün içərisindəsənsə, bu döngünü də elə bitirməyi seç. Bitirmədiyin hər bir döngü sənə yük olaraq qalacaq. Bunu heç vaxt unutma. Diqqətinizə görə təşəkkür edirəm.